onu tapsaq. J biliyoruz. Yo. Bak, J toplanan cəmdir də elədir. Düzdür, riyaziyyatdan bildiyimiz. Məchul toplanan tapmaq üçün nə edirik? Cəmdən məlumu çıxır. Cəm hansıdır? İkisinin cəmi nədir? KX bölü çıx J, bəli. KX bölünsünü çıxılsın J doğrudur. C variantı. Sonra gəldi 27. Oxu şərti. Bu qanunu doğruluğunu yoxlamaq üçün hansı cihazlardan istifadə etmiş olar? Bu qanun alsaydı, bayaq da dedik, dərsdə də dedik, F elastik nəyə bərabərdir? Yazaq, F elastik bərabərdir, mənfi KX. Yəni, bunun doğruluğunu yoxlamaq üçün nədən istifadə edə bilərəm? F-i nə ilə ölçürük, qüvvə nə ilə ölçürük? Dinamometr. Uzunluğu xətkeş. Deməli, dinamometr və xətkeşim olsa, istifadə edərək tapa bilərəm. Sonra 34. İfadəmi köçürür.